Bir nəfər vardı, deyirdi ki, neçə il idi ki, məsciddə namaz qılırdım, cəmaat namazında. Deyəsən 30 il yazmışdı yadımda qaldığına görə. İl dəqiq yadımda deyil. Deyir, neçə il idi ki, cəmaat namazında, məsciddə iştirak edirəm və yaşlı da bir şəxs imiş. Və deyir, neçə ildir ki, həmişə ön sırada dayanıram. Bir dənə yerim var, hamı bilir yerimi, heç kim mənim yerimdə oturmur. Bilirlər ki, bu yer mənimdir. Bir gün deyir, işim çox oldu, namaza gecikdim. Biraz gecikdim namaza həməşəkindən. Gəldim, gördüm ki, kimsə oturub mənim yerimdə. Qaldım, əsəb keçirtdim ki, görəsən bu kimdir mənim yerimdə oturan? Namaza da az qalıb, yaxınlaşıb deyə bilmirəm ki, dur bura mənim yerimdir. Nəsə bitər deyir, məcbur durdum arxada, arxa sırada. Namazı qıldım, amma əsəbiyəm, qanım qaralıb. O məni tanımır, bilmir ki, bu yer mənimdir, gəlib mənim yerimdə oturub. Nəsə deyir, namazı qıldım və gəldim evə. Gördüm ki, daxilimdə qəribə hisslər var. Qəribə hiss keçirirəm. Günahkar da olsa, yəni Allahın bir lütfü var imiş də demək ki. Deyir, gördüm ki, qəribə hisslər keçirirəm bir anlıq. Sonra deyir, özümə soruşdum ki, mən niyə əsəbləndim? Mənim niyə qanım qaraldı? Mənim əgər məqsədim namaz qılmaqdırsa, ha arxa sırada durmuş, ha ön sırada durmuş. Fərqi nədir? Demək ki, mənim burada məqsədim Allaha səmimi olaraq ibadət etmək deyilmiş. Mənim bir təkəbbürüm, lovğalığım var imiş özümdə. Mən bunu bilmirəmmiş, hiss eləmirəmmiş. Allah Teala bunu mənə göstərdi. Və deyir ki, o il ərzində ki, mən nə qədər namaz qılmışdım, deyək ki, 30 il deyək ki, namaz qılıb orada. Deyir, hamısını qəza elədim, yenidən qıldım. Çünki Allah mənə başa saldı ki, sən bu vaxta qədər qıldığın namazı mənə görə qılmırdın, özünə görə qılırdın. Özünün daxilində olan o təkəbbür hissinə görə qılırdın.